Salam, hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər və müəllimliyə namizəd olan şəxslər. Bugün sizə maraqlı bir kurikulum sualı təqdim edirəm. Bu kurikulum sualı inteqrasiya mövzusundandır. İnteqrasiya hər il imtahanda istifadə olunan mövzulardandır. Ona görə buna biraz diqqətlə yanaşmaq lazımdır. Sualla tanış olaq. Bu sual Azərbaycan dili fənni üçün nəzərdə tutulmuş bir sualdır. Və onu da qeyd edeyim ki, bu sual keçən il müəllimlərin işə qəbul imtahanının modelində istifadə olunan formadadır. Gördüyümüz kimi bu tip inteqrasiya sualını çox da bəzi vəsaitlərdə və yaxud da sınaqlarda görmürük. Amma faktiki olaraq imtahanda keçən belə bir sual olubdur. Gəlin baxaq. Müəllim şagirdlərə mənbələrdən araşdırma edərək təqdimat hazırlamağı üçün tapşırıq verir. Şagirdlərdən tələblər bunlardır. Şagirdlər mənbələrdən müxtəlif məlumatlarla tanış olmalıdırlar. Təqdimatın mətnini tərtib etməlidirlər və hazırladıkları mətni elektron formada təqdimatını həyata keçirməlidirlər. Verilən fəaliyyət zamanı hansı inteqrasiya növü və ya növləri reallaşmış olur? Deməli, burada nəyə diqqət edirsiniz? Şagirdlər mənbələrdən müxtəlif məlumatlarla tanış olurlarsa, bu oxu fəaliyyətidir. Oxu bacarığıdır. Azərbaycan dili fənnində oxu məhz ikinci məzmun xəttində öz əksini tapır. Təqdimatın mətnini tərtib etməlidirlər. Bu isə üçüncü məzmun xətti, yəni yazını əhatə edir. Deməli, Azərbaycan dili fənninə düşən bu sualın olduğunu nəzərə alaraq, Azərbaycan dilində oxu məzmun xətti ilə yazı məzmun xətti arasında əlaqə bizə verir fənn daxili füqi inteqrasiya. Və üstəgəl, hazırlanan bu mətni elektron formada təqdimatını həyata keçirir. Bu da informatika fənnindən qazandığımız bilgilərdir. Demək ki, burada Azərbaycan dili və informatika fənlərinin arasında əlaqə var. Təbii ki, informatika fənnindən əlaqələndiyinə görə burada fənlər arası inteqrasiya da var, fənn daxili inteqrasiya da ortaya çıxır. Cavab da olur D variantı. Fənlər arası informatika Azərbaycan dili, nəzərə alın ki, burada birinci növqədə olan fənn Azərbaycan dili fənnidir. İnformatikadan istifadə olunur sadəcə burada. Bir də Azərbaycan dilinin içərisində məzmun xəttinin bacarıqları bir-birinə əlaqələndirilir deyə fənn daxili inteqrasiya ortaya çıxmış olur. Belə ümid edirəm hər biriniz üçün faydalı oldu. Özünüzə yaxşı baxın. Sağ olun.